Mən sözə başlamazdan əvvəl məclisimizdə bizim əziz qonağımız var. Həzrət Hüccətül İslam vəl Müslimin Hacı Ağay Rəzəvi ustadımızdır, qonağımızdır və eyni zamanda bizim dəyərli əziz ruhani qardaşlarımız iştirak edirlər. Onların huzurunda cəsarətdir. Belə bizə deyiblər, biz neçə dəqiqə inşallah söhbət eləyərik, müqəddimə olan inşallah Hacı Ağadan da istifadə eləyərik. İnşallah bir salavat da zikr edək. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve sallallahu ala seyyidina ve nebiyyina Ebul Qasimil Mustafa Muhammed. Ve alihi tayyibin tahirin ve la'netullahi ala a'daihim ecma'in. Qalallahu Teala fi kitabih: "Kul la es'elukum aleyhi ecren illa'l meveddete fil qurba." Hamımıza məlumdur ki, bu tədbir Siddiqe Kubra Fatimi Zəhra Salamullahi Aleyhanın mübarək mövlüdü münasibətilə təşkil olunub. Başda İmam Zaman Ağa olmaqla bütün İslam dünyasına məraci təqlidə, üləmaya, bütün əhl-beyt sevər İslam ümmətinə, bizim Azərbaycan xalqımıza və xüsusilə bu məclisdə iştirak edən əziz qardaşlara, hörmətli bacılara təbrik deyirik. Və eyni zamanda da bildiyimiz kimi İslam təqvimində Həzrəti Zəhra Salamullahi Aleyhanın mövlud günü Analar günü kimi də yadda qalır. Analar günü də adlanır bu gün. Və biz analarımıza, məclisimizdə olan əziz analara da təbrik deyirik. Allah dünyada olan analarımızın sayəsini bizim üstümüzdən əksik eləməsin və dünyasını dəyişmiş anaları da Allah öz nuruna, rəhmətinə, məğfirətinə qərq eləsin inşallah. Həqiqət belədir ki, biz əgər bu zəngin və dərin Əhl-i-Beyt ideologiyasını, Əhl-i-Beyt məktəbini əgər tanımışıqsa, həqiqətdə o əziz anaların, o halal ataların bəhrəsidir ki, biz bugünkü günümüzdə dünyamızın bu günündə ideologiyaların müharibə olduğu bir dövrdə, bu çətin zamanda əlhəmdülillah ki, Allah bizə tövfiq verib, Əhl-i-Beyt çalışırıq, Əhl-i-Beyt qapısında olaq inşallah. Allahın verib Peyğəmbər ali Peyğəmbərə xatir bu günü bütün İslam ümməti üçün mübarək qərar versin və Həzrəti Zəhra Salamullahi Aleyhanın lütfini, inayətini bizim əziz analarımıza və məclisdə iştirak edən hamıya inşallah nəsib eləsin. O Həzrətin bu mübarək gününə xatir bütün dünyəvi, uxrəvi, zahiri, batin, bütün hacətlər inşallah qəbul olsun inşallah. Deməli, biz Quran-ı Kərimdə Şura surəsinin 23-cü ayəsində Allah təbarək və Teala bizim üçün bir vəzifə təyin edib, belə deyək, bir vəzifə təyin edib. Məqsədim nədir o vəzifə təyin etməkdən? Uzun müddət çətinliklərdən sonra Peyğəmbərimizin o çəkdiyi çətinliklərdən sonra ki, Peyğəmbərimiz artıq Məkkədən Mədinəyə hicrət eləmişdi və öz, necə deyərlər, hakimiyyətini bərqərar eləmişdi, İslam daha artıq genişlənmişdi. Belə bir dövr oldu. Bu ayəni eşitmişsiniz çoxlarınız. Məqsədim var bu ayəni danışmaqdan, qısa izah eləyib keçmək istəyirəm. Gəldilər o vaxtı ağıllı insanlar, o dövrün ağıllı insanları, belə deyək, bir qədər də özlərinə görə imkanlı insanları gəldilər Peyğəmbərimizin huzuruna və Peyğəmbərə bu cür müraciət edədilər. Ya Rəsulallah, sən bizə gözəl Peyğəmbər oldun. O günkü dövrlər çətin dövr idi. Ərəbistan yarımadasında mədəniyyət səviyyəsi çox aşağı idi. Uzun-uzadı müharibələr qəbilələr arasında gedirdi. Yaşayış tərzi çox çətin idi. Peyğəmbərin gəlişi ilə, məbus olması ilə həqiqətən özləri də gördülər ki, yaşayış tərzi dəyişdi. İnsanların yaşayış tərzi dəyişdi. İnsanlar haqla, həqiqətlə tanış oldular. Gəldilər Peyğəmbərə bir növ istədilər, təşəkkür eləsinlər. Ya Rəsulullah, sən bizə yaxşı Peyğəmbər
peyğəmbər oldun və elə bu sözlərlə sən də bizdən nə istəsən, bizdən istəginə. Biz sənin, məsələn də öz dilimizlə də, sənin xidmətində varıq, sənin necə deyirsən, səni mükafatlandıraq, belə deyək. Onlar bu sözü, onlar da elə sidq niyyətlə deyirdilər, yəni ürəkdən gəlib bu sözü deyirdilər. Onların bu müraciəti ki, olundu peyğəmbərimizə, Allah təbarək və Teala'dan bu ayə nazil oldu. Yəni bu ayənin şə'ni nüzulu budur da. Allah Teala buyurdu ki, "Qul la əs'əlukum aleyhi əcrən." Dinən onlara ki, öz peyğəmbərliyimə görə sizdən heç bir əcr, heç bir savab, heç bir mükafat istəmirəm. İlləl məvəddətə fil qurba. Yalnız bir istədiyim bir şey varsa, o da budur ki, Allahın əmri buydu ya. Allah onların cavabını verdi. Və bu ayə də qüvvəsindədir ta qiyamətə qədər. Bu ayə bizə də aiddir. Əgər biz peyğəmbərin marifi ilə tanış olmuşuqsa, bu ayə bizə də aiddir. Əgər biz peyğəmbərin gətirdiyi dindən bəhrələnmişiksə, həyatımız mənəviyyat tapıbsa, bu ayə bizə də aiddir. Biz peyğəmbərin gətirdiyi dinin müqabilində hansı vəzifəmiz var? Allah Teala burada təyin edib, bu ayədə təyin edib. La əsəlukum aleyhi əcrən. Sizdən öz peyğəmbərliyimə görə, çəkdiyim zəhmətlərə görə heç nə istəmirəm. İlləl məvəddətə fil qurba. Bir dənə istədiyim şey var. O da budur ki, mənim qurbamla, yəni mənim yaxınlarım. Qurba kimdir? Nəinki bizim şiə müfəssirləri, əhl-i sünnət müfəssirləri. Fəxri Razi ki, əhl-i sünnətin sünnilərin böyük müfəssirlərindəndir. O da deyir, kimdir Fatimə? Kimdir qurba? O Fatimədir, o Əlidir, Fatimədir və övladuhuma. Və onların övladlarıdır. Əli və Fatimənin övladlarıdır. Qurba budur. Yəni, mənə yaxın olanlar, yəni istəyirsinizsə mənə təşəkkür eləyəsiniz, Əliyə, Fatiməyə və onların övladlarına məhəbbətviz və məvəddətviz olsun. Məvəddət vəduddan gəlir də, şiddətli məhəbbətə deyirlər. Buyurmadı illəl məhəbbətə fil qurba. Bəlkə məvəddət dedi. Məvəddət yəni daha artıq şiddətli məhəbbət. Məvəddətin içərisində əməli şəkildə o öz məhəbbəti ibraz eləmək məsələsi dayanır. Biraz da fərqlidir ya bu məsələ. Quranda digər yerlərində də gəlib ki, deyirlər 17 yerində Quranın gəlib ki, bəziləri gəliblər bizim bəzi peyğəmbərlərimizə, Nuh peyğəmbərə, İbrahim peyğəmbərə, Lut peyğəmbərə gəliblər, istəyirlər təşəkkür eləsinlər. Bu ayə gəlir. Biz bu ayəni oxuyuruq. Buyurur ki, "Ma əsəlukum aleyhi min əcrin in əcriyə illa ala rabbil aləmin." Sizdən öz zəhmətimizə görə heç nə istəmirik. Bizim əcrimiz Allahın yanındadır. Amma bizim peyğəmbər moridində bizim peyğəmbərin haqqında fərqlidir. Bizim peyğəmbərin haqqında Allah təbarək və Teala bizim üçün bir vəzifə təyin eləyib. O vəzifəmiz nədir peyğəmbərin müqabilində? Ona yaxın olanlar, qurba yəni yaxın olanlar, ona yaxın olanlara öz məhəbbətimizi ibraz eləsək, öz məhəbbətimizi görsətsək, öz vəzifəmizi yerinə yetirmiş olarıq. İndi bu məhəbbəti biz necə ibraz edəyik? Allah rəhmət eləsin bizim böyük alimlərdən də, müasir alimlərdəndir. Neçə il bundan qabaq dünyasını dəyişdi. Ayətullah. Bir dənə salavat zikr edəyək. Ayətullah Seyyid Məhmud Şahrudi ağa idi. Biz dərk eləmişdik o kişini. Allah rəhmət eləsin. Dünyasını dəyişdi. Onun bir kitabı var idi. Bu məvəddət ayəsi barəsində. Bu ayənin adı da məvəddət ayəsidir. Məvəddət ayəsi kimi tanınır. Bu məvəddət ayəsini haqqında bir kitab yazıb. Əlbəttə ərəb dilində yazıb. Tərcümə də olunub müxtəlif dilində. Dərsxay əz ayə məvəddət. Məvəddət ayəsindən alınan dərslər. Onu izah edib bir kitab şəklində. İndi mən qısa bu ayə haqqında, bu vəzifəmizi biz necə ibraz edəcəyik? Bir müsəlman öz bu ayədə ki, Allah təbarək və Teala biz üçün bir vəzifə təyin edib, onu biz necə icra eləyə bilərik həyatımızda? O məhəbbətimizi necə ibraz eləyə bilərik? Onun müxtəlif neçə dənə mərtəbəsi var. Onları inşallah deyək, eşidək inşallah. Bir salavat da zikr edək. Bu ayəyə əməl etmək istəyənlərin birinci vəzifəsi, yəni Əhl-i Beyt məhəbbətinin birinci mərhələsi qəlbən onları sevməkdir. İnsanın qəlbində
Əli və övlad Əliyə, Fatimə-i Zəhra salamullahi əleyhaya məhəbbəti olsun. Yəni qəlbən məhəbbət, qəlbən onları sevmək. Qəlbən onları sevmək. Birinci mərhələsi budur. Yəni bacardığımız qədər çalışmalıyıq ki, onların o məhəbbəti əgər qəlblərimizdə varsa ki, var əlhəmdülillah, onları daha da çiçəkləndirək, o məhəbbəti daha da artıraq, o məhəbbətin inkişafı üçün daha da çalışaq. O birinci mərhələsi o məhəbbəti qəlbi deyirlər. O şəkildə görsənə bilir. Amma tək bu deyil axı. İkinci mərhələsi o məhəbbətin ibraz etməyin ikinci mərhələsi o məhəbbəti lisani deyirlər. Dildə də o, dilinə də onu gətirsin, o məhəbbəti gətirsin. Yəni, dili ilə də elan eləsin o məhəbbətini. Bəziləri eləyə bilmirlər, bəziləri hamısı eyni deyir. Əlini, Fatiməni, salamullahi aleyhumanı sevənlər hamısı eyni dərəcədə deyirlər. Bəziləri ancaq qəlbən sevirlər, bəziləri qəlbən sevirlər. Məsələn, tarixdə yazırlar ki, Əbdullah ibn Ömər, o ikinci xəlifənin oğlu, İmam Hüseyin əleyhissalam ki, Məkkədən gəlirdi Kərbəlaya tərəf, bilirsiniz də Məkkədə oldu o bir müddət, Məkkədən gəldi o Kərbəlaya tərəf, Məkkədən qaydanda deyir, rastlaşdı İmam Hüseyin əleyhissalamla, yaxınlaşdı İmam Hüseyin əleyhissalamla salamlaşdılar, belə salamlaşandan sonra dedi ki, ağa, səndən bir dənə xahişim var. İmam Hüseyin əleyhissalama da o Əbdullah ibn Ömər dedi ki, nədir xahişin? Dedi, səndən xahiş edirəm, icazə ver ki, sənin bir dəfə sinöndən bir dəfə öpüm, öz məhəbbətini göstərmək istəyir. Çünki mən dəfələrlə görmüşdüm ki, Peyğəmbər o sinədən öpüb. İstəyirəm o Peyğəmbərin öpən məhəbbətini göstərir. İmam Hüseyin əleyhissalam da icazə verdi, öpdü İmam Hüseyin əleyhissalamın sinəsindən. Sonra İmam Hüseyin əleyhissalam ona müraciət etdi. Dedi ki, mənə çox istəyirsən, mənim sinəmdən öpürsən, məhəbbəti bilirsən, qoşul da bizim karvanımıza. Dedi, yox, mən qoşula bilməyəcəyim bizim karvanımıza. O həddi idi o. Ancaq onun İmam Hüseynin o əhl-i beytin ona ancaq elə məhəbbəti var idi. Dildə o dilinə gətirə bilmədi. O əməldə görsədə bilmədi. Belə idi. Bəzilər olub sahabələrdən Peyğəmbər sahabəsi olub. Məaz ibn Cəbəlin haqqında yazırlar. Məaz ibn Cəbəl Peyğəmbər sahabəsi olub. Peyğəmbərin vaxtında Yəməndə səfir olub. Peyğəmbər tərəfindən göndərilib ora. O ezam olunub ora. Belə bir şəxsiyyət olub. Böyük şəxsiyyət olub. Amma o Qədrxumdan sonra ki o bir çox insanlar sustular, haqqı deyə bilmədilər. Belə yazıb tarixdə. Bir günlər deyir Fatimə-i Zəhra salamullahi aleyha. O Fatimə-i Zəhra salamullahi aleyha idi ki, ömründə heç kimdən heç nə istəməyib. Hətta öz həyat yoldaşından, Əli ibn Əbi Talib əleyhissalamdan bir şey istəməyib. Amma o vilayət o qədər əhəmiyyətli idi. Vilayət o qədər gələcək bəşərin müqəddəratı üçün əhəmiyyətli idi. Amma deyir, əlinin haqqına görə deyir, İmam Həsənin, İmam Hüseynin əlindən tutardı, gedərdi. O bir-bir mühacir və ənsar müsəlmanlarının qapısına onlara deyərdi. O cümlədən Məazın qapısına getdi, çağırdı onu, dedi, Məaz, sən Qədrxumda var idin. Sən Qədrxumda olan hadisələrin şahidisən də. Gördün də, gün kimi aydın idi əlinin haqqı. Əlinin haqqını sən eşitdin də Peyğəmbər elan elədi ki, mən kuntu mavla, fəhada əliyyum mavla. Bunu eşitdin? Dedi ki, bəli, eşitdim. Qəbul edirəm, bunlar hamısı düzdür. Bəs niyə demirsən aha haqqı? Niyə görə demirsən? Niyə görə bunu elan eləmirsən? Gəl elan elə də, sən bir Peyğəmbər sahabəsi kimi gəl elan elə yenə ki, bu haqq əli iləndir. Və bu, bunlar dedi ki, mən qəbul edirəm bunların hamısını qəbul edirəm. Amma mənim üzr istəyirəm, deyə bilmərəm. Mən deyə bilmərəm. Bunun məhəbbəti hələ ürəyində də dilinə gətirənmədi. Deyə bilmədi. O haqqı çatdıra bilmədi. O intizar ki ondan var idi, onu eləyə bilmədi. Bu həddədir. Amma tək dildə də olur, tək qəlbdə də olur, gələ dilə də gəlsin. O məhəbbət gələ dildə də özünü görsətsin. Bir gün deyir, bir nəfər gəldi İmam Baqir əleyhissalamın huzuruna, 5-ci imamımız İmam Baqir əleyhissalamın dövründə. Dedi ki, ağa, mən istəyirəm öz əqidəmi, öz inanclarımı 3 cümlədə deyim. Mən beləyəm. Gör, mən düzəm yoxsa yox. Gör, mən düz müsəlmanam yoxsa yox. 5-ci imamımız İmam Baqir əleyhissalama dedi. Dedi ki, nədir o? Nə xüsusiyyətlərim var? Dedi ki, ağa, birinci xüsusiyyətim budur ki, mən beləyəm. Həddən artıq sizi çox istəyirəm, həddən artıq sizi çox istəyirəm. Və sizin düşmənlərinizə də qəlbimdə nifrətim var. O, təvəlla, təbərra məsələdir. Allahın dostlarını sevmək, Allahın düşmənlərinə, necə deyərlər, nifrət etmək, onları sevməmək. Mən beləyəm, sizi çox istəyirəm, ağa. Birinci xüsusiyyətim budur ki, sizə həddən artıq məhəbbətim var, düşmənlərinizə də həddən artıq boğuzum var, qəzəbim var onlara qarşı. Birinci xüsusiyyətim budur.
İkinci xüsusiyyətim budur ki, ağa, sizin halalınızı halal bilirəm, siz deyən halalı mən də halal deyirəm və siz deyən harama da haram deyirəm. Yəni sizin qabağınızda mənim heç bir sözüm yoxdur. Hansı şey ki deyirsiniz, bu belə olmalıdır. Allahın hökmü belədir. Mən də deyirəm ki, səmən və taətən. Hansı şey ki deyirsiniz, haramdır, ona qabağında mən baş əyirəm. İkinci xüsusiyyətim də budur. Gözüm sizdədir. Siz hansı şeyə halalsınız, halal, hansı şeyə haramsınız. Üçüncü xüsusiyyətim nədir? Üçüncü xüsusiyyətim də budur ki, ağa, mən intizardayam ki, siz gələsiz intizar-ı fərəz. Sizin fərəziniz hasıl olsun. Allah razı olsun. Qoy, zəhmət olsun. Sizin intizarınızı gözləyirəm. Sizin o ümumi müsəlmanların idarəçiliyinin o fərəzdə, Əhl-i Beytin fərəzinin intizarındayam. Onu gözləyirəm ki, nə vaxt olacaq bir günləri o Peyğəmbərin həqiqi xəlifələri, Peyğəmbərin o layiqli imamlar ki varlar, onlar intizar-ı fərəz. Zamanənin imamının intizarı. Təqribən belə bir söz. Bu da bir xüsusiyyətim də budur. Elə gecə-gündüz arzulayıram ki, nə vaxt gələcək bir gün ki, o həqiqi o əmr sahibləri idarəçiliyi əllərinə götürsünlər. İmam Baqir İslam onu çağırdı yanına, dedi ki, yaxın gəl mənə, əlini sürtdü sinəsinə. Dedi ki, nəinki sən həqiqi müsəlmansan, nəinki o haqq, həqiqi o haqqa həqiqətə çatmış, nail olmuş müsəlmansan. Bəlkə sən ki, dünyavı deyişdin, o qəbirdə Peyğəmbərlə, Əli ilə, Fatimə ilə, Həsənlə, onlarla bir olsan, mənim atam İmam Səccadla bir olsan, qiyamətdə də onlardan ayrı düşməyəcəksən. Xüsusiyyətlərim budur. Bizi sevmək, Əhl-i Beyti hər kəs sevərsə, onun o əhkamına riayət eləyərsə, onlardan ayrı düşməz. Onların intizarını çəkərsə, onların fərəzinin intizarında olarsa, bir indiki dövrümüzdə ki, müxtəlif fitnələr var, müxtəlif yollarla insanları haqdan, həqiqətdən ayırmaq istəyirlər. Yenə də görürsən ki, İmam Zaman Ağanın məhəbbəti onların şiələrinin, ardıcıllarının qəlbindədirsə, bu məhəbbətlə, bu intizarla, bu arzu ilə müsəlmanlar yaşayırlarsa, heç şübhəsiz ki, dünya və axirət saadəti onların halına şamil olar. Bəs biz nə dedik? Birincisi, bu vəzifəyə əməl etməyin, bu Quran ayəsi ki, oxuduq, Şura surəsinin 23-cü ayəsinin əməli forması birinci qəlbdə o məhəbbəti saxlamaq, bəsləmək, Əhl-i Beytin məhəbbəti. İkincisi, onların haqq olmasını dilə gətirmək, onların bəyan etmək, haqqını bəyan etmək, onların fəzilətlərini demək. Üçüncü mərhələsi nədir? Məhəbbəti rəftarı. Öz rəftarında da, öz yaşayış tərzində də onlara layiq olaraq yaşamaq. Öz rəftarında. Bir kəsi ki, Əhl-i Beyti sevir, bir kəsi ki, Əhl-i Beyti sevmək iddiası eləyir ki, mən Əhl-i Beyti sevirəm, Əli ibn Əbi Talib əleyhissalam mənim birinci imamımdır, Fatimə-i Zəhra salamullah aleyhanın, necə deyərlər, Peyğəmbərin qızıdır, dünya və axirət xanımlarının seyyidəsidir, onu özünə ülqu bilir, onu özünə üsvə bilir, onu özünə ən gözəl nümunə bilirsə, bu insanın rəftarı da, yaşayış tərzi də fərqli olmalıdır. Onlara uyğun olmalıdır, onlara layiq olmalıdır. Yaşayış tərzi də onlar kimi olmalıdır. Onun evi, onun ailəsi, onun yaşayış tərzi, onun baxmağı, onun eşitməyi, onun danışmağı, rəftar baxımdan da onlara layiq olmalıdır. Əli ibn Əbi Talib əleyhissalamdan nə eşitmişik? Məşhur onun kəlamıdır. Ə'ununi bi bərə'in və ictihad. Mənə kömək eləyin, mənə kömək eləyin. Yəni, burada məcazi mənada kömək eləyin də. Yəni, siz vərə əhli olun, təqva əhli olun və çalışqan olun, inkişafınız üçün çalışın, ictimai və fərdi həyatınızda çalışqan olun. İnsan, yəni Allah və Allah nümayəndələrinin tənbəl insandan xoşu gəlmir də, ictihad, yəni çalışmaq. Eşitmişik də bu hədisi, mən sava yevmah fəhuvə məğbun. İmam Sadiq əleyhissalamdan səhv eləməsəm hədis. Hər kəsin ki, dünəninlə bu günü bərabər olsa, 2 günü bərabər olsa, fəhuvə məğbun, o zərər eləyir. Əli əleyhissalamın bizdən intizarı var ki, biz çalışaq, daha artıq çalışaq.
çalışaq, öz mənəviyyatımız üçün, öz ictimaiyyətimiz üçün çalışmalıyıq. İki şeyi deyir. Mənə kömək eləyin. Yəni sizin inkişaf eləmək istəyirsinizsə, tərəqqi eləmək istəyirsinizsə, mənə belə kömək eləyirsiniz. Birinci vərə əhli olun, təqva əhli olun. İkincisi də ki, çalışqan olun. Həyatda laqeyd olmayın. Bitəfavüt olmayın. Çalışın, çalışın. Hər yolla çalışın ki, haqqın inkişafı üçün, haqqın tərəqqisi üçün çalışın. Bu da bir mərhələsi. Bir də salavat zikr edək. Allahümmə salli Bir mərhələsi də bu məhəbbəti ibraz etməyin bir mərhələsi də nədir? O məhəbbəti cani deyirlər. İnsan öz canı ilə, insan öz canını verər. İnsan öz canından da bu Əhl-i Beyt xəttinin, Əhl-i Beyt məktəbinin yolunda keçməyi bacarar. Belə tarixlərdə, bizim tarixdə belə insanlarımız olub. Meysəm-i Təmmar öz canından keçib də Meysəm-i Təmmar deyib əlinin haqqını, dilini çıxardıblar. Amma deyib, haqqı deyib. Və bu cür Əmmar elə, başqaları bu cür olubdur. O ki, biz gedirik, bizə qismət olur, o nurani ziyarətgahlarda, ziyarətlərdə oxuyuruq bu sözü, bu cümləni oxuyuruq da. Bi-əbi əntə və ummi və nəfsi və mali. Yəni, mənim atam, anam sənə fəda olsun. Məsələn, Əlil İslam'a xitabən deyirik, İmam Hüseyin İslam'a xitabən deyirik. Atam, anam sənə fəda olsun. Özüm sənə fəda olun, canım sənə fəda olsun, bütün varım, dövlətim sənə fəda olsun, hər şey sənə fəda olsun. Yəni, öz məhəbbətini bəzi insanlar da bu cür ibraz ediblər də, öz canlarından keçiblər onların yolunda. Bu rahatçılığa gəlib çıxmayıb, bu məktəb, bu mənəviyyat, bu, necə deyərlər, məzhəb, bütün bunlar üçün başlar gedib, canlar gedib, o qədər insanlar canlarını fəda ediblər ki, bu məhəbbət, bu, necə deyərlər, mərasimlər, bu ayinlər bizim əlimizə gəlib çatıb. Çox insanlar özlərini fəda ediblər. Bax, belədir. Bir forması da, mən yavaş-yavaş yekunlaşdıram sözümü, bir forması da bu məhəbbəti, illəl məvəddətə fil qurbanın bir görüntüsü də, o dillər övladlarını fəda etməklə o məhəbbəti ibraz ediblər. Öz övladlarından keçiblər hətta bəzi insanlar. O ki, deyirlər, Həzrəti Ümmülbənnin doğrudan da bir ədəb, vəfa nümunəsi idi də Həzrəti Ümmülbənin. Belə tək belə o dildə demirdi ki, tək qəlbən sevmirdi əlini, tək dilinə gətirmirdi. Öz övladlarından 4 şəhid anasıdır ya, 4 oğlunu verib zamanənin imamının yolunda. O hara çatıb? Bəziləri də bu cür ediblər, bu cür insanlar olublar. Öz övladlarından çox var da, bizim məsələn o şəhid ataları var, şəhid anaları var. Dinə görə, haqqa görə öz övladlarından keçiblər. Bu cür insan. Bəzən də belə olur. Öz məhəbbətlərini, öz övladdan əziz bir şey yoxdur ki insana, çox əzizdir insana. Öz övladlarını verməklə, o Həzrət Ümmülbəndən nə qədər saatlarla danışmaq olar, mən ötəri keçirəm, vaxtımız azdır. Bəziləri də bu məhəbbəti öz mallarından keçməklə ibraz edirlər. Öz mallarından keçməklə ibraz edirlər. İstər imam olan dövrdə, istər də imamın qeybət dövründə. Qardaş, xums necə namaz bizə vacibdir, necə oruz bizə vacibdir, necə əmr bi məruf bizə vacibdir, necə nəhyəz münkər bizə vacibdir, necə həc bizə vacibdir, xums da vacibdir bir müsəlmana. Öz əmvalının xumsunu verməlidir. Bu məsələni insan diqqətli olmalıdır. Bu xums vermək də bir cür məhəbbətini o zamanənin imamına göstərməyin nümunəsidir, görüntüsüdür. Bu məsələdən insan var ki, deyirsən, gəl, qümel duası oxuyur, nə bilim, ziyarət-i aşura oxumağa hazırdır, filan hamısı ayinlərə gəlir, Qədr gecəsində 100 rükət namaz qılsın. Amma gəl, xums məsələni görürsən, axsıyır. Amma bizim dinimizdən biridir. Bu məsələ də insan diqqətli olmalıdır. Bəzi insanlar olublar öz məhəbbətlərini, Əhl-i Beytə olan məhəbbətlərini öz elmləri ilə göstəriblər. Elmi müzakirələrlə kitab yazıblar, ondan sonra zəhmət çəkiblər. Deyirlər, böyük alimlərdən biri, hansı ki,
müdafiə eləyib də Əhl-i Beyt düşüncəsini, şiəliyi difa eləyib. Mir Hamid Hüseyn Hindi deyirlər, o qədər yazıb, sağ əli işdən düşüb. Deyirlər, ömrünün axırında sol əlinə yazılmış. Belə yazırlar bəzilə onun haqqında. Ya Əllamə Əmini, ömrünü fəda eləyib. Əllamə Əmini və ma ədrakə Əllamə Əmini. Biz nə dərk edirik ki, çox iş görüb, çox fəda eləyib, o qədər özü ixlasla, yüzlərlə, minlərlə insan onun kitabını oxuyandan sonra haqqı tanıyıblar, əlinin haqqını tanıyıblar. 18 saat mütaliə, 10.000 kitab oxuyub, 100.000 kitaba müraciət edib, 10.000 kitab mütaliə edib, 10.000 deyirəm, 1000 dənə kitabdan 10.000 kitaba oxuyub, 100.000 kitaba müraciət edib, ömrünün nə bilim 30-40 ilini bu kitabı yazmağa görə sərf eləyib. Bu da bir növ xidmətdir. Tarix boyu, o lap qədim dövrlərdən, lap qədim dövrdə Şeyx Müfid, Şeyx Səduq, Şeyx Tusi, Seyyid-i Rəzi, Seyyid-i Mürtaza, bütün o bizim o dahilərimizdən tutmuş, bu günə qədər də həqiqət budur ya. İmam Zaman Ağanın qeybət dövründə bizim dinimizin müdafiəçiləri bizim təqlid mərzəklərimizdir. Təqlid mərzək, qeybət dövründə onların biz çalışmağa ki, xəttində olaq. İmam Zaman Ağaya ən yaxın bizim şəxsiyyətlərimiz bizim təqlid mərzəklərimizdir və bizim alimlərimizdir. Öz qələmləri ilə, öz bəyanları ilə Əhl-i Beytə olan o məhəbbətlərini ibraz ediblər və möhkəm dayanıblar. Allahın verib Peyğəmbər ali, Peyğəmbərə xatir bütün təqlid mərzəklərimizi yerin göyün balasından hifz eləsin inşallah. O təqlid mərzəklərimiz ki, bu dinin, müqəddəs dinin, bu pak məzhəbin baqi qalması üçün, biz nəsillərə gəlib çatması üçün zəhmət çəkirlər, dünyalarını değişiblər, hamlarının ruhuna salavat çəkirlər. Allahumma sallallahu Muhammed. Bir salavat da zikr edeyik. Allahumma sallallahu Muhammed. Həzrəti Zəhra salamullahi aleyhanın bu Əyyam-ı Fatimiyyədə də 20 gün burada siz əzizlərin iştirakı ilə Əyyam-ı Fatimiyyə günləri keçirdi. Bizim keçirdi, əlhəmdülillah. Burada dəyərli ruhanilər, bizim gözəl alimlərimiz burada müxtəlif çıxışlar edilər, amma qutaran dövr onların nə qədər fəzilətindən danışsaq, qutaran dövr deyil. Kitab-ı fəzl-i tora, ab-ı bəhr kafi nist, ki ənquş tərkanəm o səfhə beşmarəm. Tərcüməsi budur ki, sizin Əhl-i Beytə xitabən deyir, Əli və övladı Əli, Fatimə Zəhra salamullahi aleyhanın fəzilət kitabını şair misal çəkib də, deyir, sizin fəzilət kitabınız o qədər qalındı ki, mən barmağımı o dəryaların suyuna batırım, səhifələyəsəm, dəryaların suyu qutarar, amma sizin fəzilətiniz qutarmaz. Bu qədər fəzilətlidir. Onların uca məqamı, onların əl çatmaz, dərk olunmaz məqamı. Həzrəti Fatimə Zəhra salamullahi aleyha, həqiqət budur ki, biz bəşər üçün ülqudur, nümunədir, ən gözəl nümunədir. Cihad nümunəsidir, cihad ülqusudur. İnanın, belə deyirlər, bizim alimlərimiz belə deyirlər, belə təhlil edirlər. Bəlkə də Peyğəmbərin o 28 ya neçə qəzvəsi bir tərəfə, Fatimə Zəhra salamullahi aleyhanın elədiyi o cihad bir tərəfə. Çox çətin idi. Siz təsəvvür edirsiniz, cəmiyyətin o düşüncə elə bir ki, o axan selin əksinə getdi də. Bütün cəmiyyət bir söz deyirdi, Fatimə Zəhra salamullahi aleyha tək başına qiyam eləmişdi. Yəni, həqiqət belədir. Haqq və ədalət tələb etməyin ülqusudur Fatimə Zəhra salamullahi aleyha. Fatimə Zəhra salamullahi aleyha ailədə gözəl övlad olmaq ülqusudur. Fatimə Zəhra salamullahi aleyha gözəl həyat yoldaşı olmaq, öz həyat yoldaşına gözəl xanım olmaq ülqusudur. Onun həyatını əsrlər keçsə, ta qiyamətə qədər də bəşər üçün ülqudur. Fatimə Zəhra salamullahi aleyha övladlara gözəl, layiqli ana olmaq ülqusudur. Yəni, biz nə qədər danışsaq, nə qədər müzakirə eləsək, yenə də əl çatmaz bir məqamdır. Hətta öz zamanında o Əli ibn Əbi Talib əleyhissalamın o sirr əhli olub. Onlar ki, Əli ibn Əbi Talib əleyhissalama hər sözü hamiyə deməyib ki, Səlmana dediyi sözü Əbu Zərə deməyib, məsələn, Əmmara dediyi sözü Səlmana deməyib, məsəl üçün mən deyirəm də. Onlar ki, əhli sirr olublar. O
dinimizin dərin qatlarını biliblər, ona amil olublar. Onları da heyran edib Fatimə Zəhra salamullahi aleyha. Deyir, bir günləri Əli ibn Əbi Talib el-İslamdan Əmmar bir yerdə idilər. Əli İslam Əmmara müraciət elədi. Dedi, Əmmar, o Əmmar ki, bəsirət sahibi idi ya. Bəzən Əli İslam o çətinliklər ki olurdu insanlarda, o çaşqınlıqlar baş verirdi. Məşhur sözü var da, Əli İslam xitabında ki, Əynəl Əmmar. Hardadır Əmmar? Əmmar bəsirət nümunəsi kimi tanınıb tarixdə. Bu Əmmarı deyir, bir günləri bu Əmmara dedi ki, Əmmar, istəyirsən gedək Seyyidəti Nüsail aləminin Fatimə Zəhranın huzuruna, onun xidmətinə gedək. Əmmar da gedək, ağa, gedək. Deyir, gəldilər, qapıya çatdılar, Əli İslamın evinin qapısına çatdılar. Çatanda pərdənin arxasından Fatimə Zəhra salamullahi aleyha Əli əleyhissalama xitab elədi və bu sözləri dedi. Bu sözləri dedi. Nə dedi? Dedi, Əla uxbirikə bima kan və ma yəkun və ma huvə kain və ma ləm yəkun. Tərcüməsi nədir? Dedi, Əli, istəyirsən sənə xəbər verim o şeylərdən ki, baş verib. Yəni, mənim aləmə əhatəm var. Hələ təsəvvür eləmir ki, Fatimə Zəhra Allahın izni ilə Fatimə Zəhra salamullahi aleyha bu sözdə, bu hadisədə Əli İslam'a deyir ki, ya Əli, istəyirsən sənə xəbər verim o şeylərdən ki, keçib, olub baş verib. Və o şeylərdən ki, baş verəcək gələcəkdə. Hamısı mənim əlimin içindədir. Hamısına əhatəm var. Bu Fatimə Zəhra salamullahi aleyha elə belə məsələdir. Və o şeylər ki, indi baş verir və o şeylər ki, gələk baş verəydi, verməyib. Onları istəyirsən xəbər verim sənə? Əli İslam'a deyir Fatimə Zəhra. Əmmar heyran qaldı. Əmmar geri çəkildi. Dedi ki, ya Əli, bu Fatimə nə deyir? Yəni qaldı orada deyir. Əmmar qaldı. Hüsnə Əli İslam Əmmara dedi ki, ya Əmmar, gedək Peyğəmbərin huzuruna. Gəldilər indi Peyğəmbərin huzuruna. Gəldilər, olanları danışdılar Peyğəmbərə. Fatimə Zəhra salamullahi aleyhanın bu sözlərini danışdılar Peyğəmbərə. Peyğəmbər dedi ki, ya Əli, mənim və sənin və Fatimənin biz bir həqiqətik. Biz birimizdən ayrı. O ki, deyirik, kulluhum nurun vahid. Onlar hamısı vahid bir nurdular. Belədirlər. Allahın izni ilə neçə milyard insan bu günləri, bugünkü günümüzdə ki, ağamızın qeybət dövründə yaşırıq, təvəssül eləsinlər İmam Zaman ağaya. Allahın biiznillah İmam Zaman görür, eşidir. Eynullahın nadirə və uzunhu sami. Allahın görən gözü, eşidən qulağı. İmam Zamanı biz belə qəbul edirik də. Əqidəmiz budur. Hər şey ki Allah görür, biiznillah İmam Zaman da görür. Nə qədər qəlblər ona təvəssül eləsinlər. O kimi idi, böyük alimdir ki, biz bir sözü özümüz deyir ya, biz özümüz eşitməmişdən qabaq İmam Zaman eşidir. Bu olsa, belə şiənin gələk qanadı olmasın uçmağa bu dövrümüzdə. Belə bir əqidə olsa insanda, bizim ağamız aləmin ağasıdır. Bizim İmam Zuhuri üçün zorunun tezləşməsini salavat zikr edir. Bu Fatimə Zəhra salamullahi aleyhadır. Bu əl çatmaz məqamdır. Bəzi alimlərimiz deyirlər ki, Əllamə Məclisi Biharul Ənvar kitabında 110 təqribən cildə kitabdır da. O kitabda bu hadisəni nəql eləyib. Yavaş-yavaş mən sözümü tamamlayıram. İnşallah çox danışdım, üzr istəyirəm. Azağadan da istifadə edəcəyik inşallah. Bunlar söhbətlər müqəddimədir ki, inşallah bəhrəməndir, kamil bəhrəni inşallah apararıq. Yazırlar, o Biharda belə gəlib ki, siz bilirsiniz ki, Peyğəmbərimizin meyrazları olub. 120 meyraz nəql eləyiblər Peyğəmbərin haqqında. Bir dəfə gelməyib bu meyraca. Subhanəlləzi əsra bi əbdihi, o İsra surəsindəki Peyğəmbərin meyracından xəbər verir. Bəzilər yazıblar ki, 120 Peyğəmbərin meyracı olub. Gedib meyraca Peyğəmbərimiz. Deyirlər, ən nurani meyrazlarından biri də o meyracı olub ki, Fatimə Zəhra salamullahi aleyha Peyğəmbərə orada əta olunub. Orada əta olunub. O nədir? Deyir, Peyğəmbər meyraca getdi, o göyün birinci qatına getdi, ikinci qatına getdi, üçüncü qatına getdi, dördüncü qatına gedəndə belə nəql eləyiblər.
Getdi gördü ki, qəribə səhnənin şahidi oldu. Getdi gördü ki, Əli ibn Əbi Talib əleyhissalam oradadır. Əli ibn Əbi Talib əleyhissalamın mübarək vücudu oradadır və mələklər onun başına dolanırlar. Mələklər onun başına dolanırlar. Deyir, mən indi öz dilimdən ki, Allaha xitab edir ki, ilahi, bu Əli məndən qabaq gəlib bura. Allahdan cavab gəldi ki, bu Əli deyil, bu Əli deyil. Bu mələklərin ki, Allahın mələklərinin ki, Əli ibn Əbi Talib əleyhissalama həddən artıq məhəbbəti var və Əlini görməyə o qədər şövqlidirlər. Allahdan istəyirlər ki, Əlinin simasında bir mələk yaradıcılan, biz onu görək və biz onu müşahidə eləyək, onun başına dolanaq. Və Allah da deyir, onlar üçün bir mələyi Əli timsalında, Əli simasında yaradıb, xəlq eləyib ki, baxın bu mələyə ki, Əli bənzər bir məxluqa və onu gördüm, deyir, onun başına dolanırlar, deyir, mələklər dolanırlar onun başına, deyir. Özdə ta qiyamətə qədər də, ta qiyamətə, maraqlısı buradadır da, bizə bəşarət verən söz buradadır. Və o mələklər ki, Əlinin başına orada dolanırlar və qiyamətə qədər də Əli sevərləri, Əli şiələri üçün istiğfar edirlər. Və ilah, bizim bu Əlinin, Əli ibn Əbi Talib əleyhissalamın şiələri ki, qəflət üzündən, bilməməzlik üzündən günaha düşürlər, onları baxışdakıyla, onların günahından keçkinlə. Bu hadisə nəql olub. Biz o şair yazır ki, deyir, Peyğəmbər-i Xuda özü gedəndə ərz-i davərə, yəni meyraca, ərz-i davərdən məqsəd meyrazdır. Keçirdi hər məkanıdan, görürdü mürtəzası var. Bunu görəndə ərz edib, əya Xuda ilə məkan. Əli də bəndədir sənə, sənin kimi xudası var. Deyir, mən hara gedirəm, Əlini görəm. Səda yetişdi ki, mənəm səninlə söv. Elə ki, Rəbbəna dedi. Peyğəmbər orada Rəbbəna, Allahla danışıqları olub da. Elə ki, Rəbbəna dedi, cavab gələndə gördü, Əli sədası var. Gördü, onunla danışanın səsini tanıyır da, Peyğəmbər tanıyır Əli İslamın səsində. Gördü, Əli sədası var. Bunu görəndə ərz edib, əya Xuda ilə məkan, ey məkana olmayan Allah, Əli də bəndədir sənə, sənin kimi xudası var. Amma mən sənlə danışıram, mənimlə Əlinin səsi ilə danışırsan. Bunun məsələsi, şair belə yazıb da, Peyğəmbər orada bilib nədir məsələ. Şair belə yazıb ki, bizə istəyib izah eləsin. Səda yetişdi ki, mənəm səninlə söhbət eləyən. Bir Allahdan səda gəldi ki, mənəm səninlə söhbət eləyən. Onun səsi ilə istədim səninlə söhbət eləyəm. Cahan bilə vəliyimin məqam-ı etilası var. Mən baxdım aləmə, gördüm ki, sənə Peyğəmbər, axı, Allah cisim deyir ki, özünün səsi olsun. Cismin səsi olar. Allah cisim deyir ki, səsi olsun. Baxdım aləmə milyardlarla insanın içərisində, gördüm sənə ən sevimli səs Əlinin səsidir. Ona görə səninlə Əlinin səsi ilə danışdım. Qoy sənə də yaxşı olsun. Onun səsi ilə istədim səninlə söhbət eləyəm. Cahan bilə vəliyimin məqam-ı etilası var. Əli mənə həbibidir, həbibi çox sevər həbib. Əlini razı salsa kim, xudasının rizası var. Hər kəs əlini razı salsa, Əli fanidir də Allahda. Əlini razı salmaq, Allahı razı salmaqdır. Əlinin başqa istəyi yox ki, bizdən. Əlini razı sal, Əli istəyən kimi şii ol, müsəlman, Allahı da razı salsan. Yetir bütün xəlaiqə mənim həmən bu əmrimi, Əlini razı salsa kim, xudasının rizası var. Qəsəm verir bu Azəri ilahi ruhi heydərə, Əli ilə canıma əlac elə yarası var. Bizim o mənəvi, o sağalmayan yaralarımızı Allah təbarək və Teala Həzrəti Əlinin, Həzrət Fatimə Zəhra salamullahi aleyhanın Əli ilə şəfa versin. Deyir, getdi bir qədər də getdi Peyğəmbərimiz o meyracda çox gözəl, ətirli bir fəzaya daxil oldu. Fəzaya daxil olandan sonra Həzrəti Peyğəmbərimiz deyir, Allah tərəfindən bir alma gəldi onun ovucuna. Bir alma gəldi onun ovucuna. Allah tərəfindən əmr gəldi ki, o almanı parala. Deyir, o almanı ki, Peyğəmbərimiz paraladı, iki yerə böldü əlində. Onun içərisindən bir nur dir qalxdı, aləmi işıqlandırdı. Bir nur qalxdı aləmə. Allahdan xitab gəldi ki, bu Fatimənin nurudur. Bu Fatimənin nurudur. O almanı ki, iki para eləmişdi, bir almanın bir hissəsi qalmışdı bir əlində, o bir hissəsi o bir əlində qalmışdı, paralamışdı. Biri yox oldu deyir. Biri napədid oldu, biri yox oldu, o birisi əlində qaldı. Dedi ki, bunu yiyinə. Allahdan xitab gəldi ki, bu almadan istifadə eləyinə. Allah istəyir Fatimə Zəhra salamullahi aleyhanın nurunu sənin vücudunda qərar versin. Bu
bunun istəyir Allah Taala o behişdən gələn meyvədir, onun nurunu sənin vücudunda qərar versin. Peyğəmbər dedi ki, Allaha belə cavab verdi ki, İlahi, olar mən gedim öz sevimlim, öz aşiq olduğum, öz məşuqum, öz ən çox sevdiyim Əli ilə bunu ikimiz yeyək. Olar, Allahdan icazə istədi. Meyracdan qayıdandan sonra belə yazırlar da, o Bihar Ənvarda belə. Qayıdandan sonra Əmir əl-Möminin Əli ibn Əbi Talib əleyhissalam gəldi Peyğəmbərin huzuruna, gəldi Peyğəmbərin üzünə. Əssalamu aleykə ya Rəsulallah. Salam olsun sənə ey Allahın Rəsulu. Peyğəmbər də ona cavab verdi. Aleykəssalam ya Əmir əl-Möminin. Ey möminlərin ağası, sənə salam olsun. Əleyhissalam dedi ki, ağa, Peyğəmbərə dedi, özün istəyirsən deyəsən nə baş verdi o meyracda, yoxsa mən deyim? İstəyirsən mən deyim, yoxsa özün deyirsən? Peyğəmbər də neyi demək istəyirsən? Əli ibn Əbi Talib əleyhissalam deyir, o çıxartdı o bir hissəsi ki, almanın bir hissəsi ki qalmışdı Peyğəmbərin o biri əlində. Dedi ki, bu almadır ki, bu Allah tərəfindən gəlib. O gündə deyir, Əli Peyğəmbərimiz oldu. Əbu Zəhra, Həzrət Zəhranın atası oldu, o almandan istifadə eləməklə və Əli ibn Əbi Talib əleyhissalam oldu Zəvcüz Zəhra, Zəvcül Bətul. Mümkündür. Həzrəti əgər Əli ibn Əbi Talib əleyhissalam olmasaydı, Zəhraya layiq həyat yoldaşı yox idi aləmdə. Əksi də belədir. Fatimə Zəhra salamullahi aleyhada olmasaydı, Əli əleyhissalamın layiq həyat yoldaşı yox idi. Bu iki dərya birləşdilər bir-birinə. Mərəcəl bəhreyni yəltəqiyan. İki dərya birləşdi bir-birinə. Və bu dəryadan nə bərəkəti oldu? Bu dəryadan hansı bərəkət bugünkü günümüzə qədər davam edir? Kimlər gəldilər? Kimlər dünyaya gəldi? Haqq və həqiqət yolunun bayraqçıları 11 imam dünyaya gəldi bunlardan. Bu günə qədər də davam edir. Bu günə qədər də onların bərəkəti bu günə qədər də davam edir. Bir salavat da zikr edək. Bu günləri biz əgər iftixar eləyəsi bir dəyərlərimiz varsa, biz Peyğəmbərlə, Əli ibn Əbi Talib əleyhissalamla, Fatimə Zəhra salamullahi aleyhanın bizim onlara məhəbbətimizlə iftixar eləməliyik. Bunları böyük, düzdür, bütün bəşərə nümunədir. Rəftarı ilə bildirməlidir. Bir xanım ki, deyir, mən Fatimə Zəhra salamullahi aleyhanı çox istəyirəm, onun məclisində gəlir, iştirak edir, çalışmalıdır, ona layiq olsun da. O şair necə yerdir ki, ey zəmbeto əz Fatimə inqunə xitabəs, ərzəndətərin ərzişizən hifsi hicabəs. Tərcüməsi budur. Ey qadın, ey xanım, sənə Fatimədən bu cür xitab var, bu cür müraciət var. Sənin ən dəyərli məsələn həyatında sənin örpəyindir, sənin hicabındır ki, ona riayət eləməlisən. Ciddiyyətdə olmalıdır. Bir əlini sevən, Fatiməni sevərin övladları, qız övladları hicablarında möhkəm olmalıdırlar, qoruyub saxlamalıdırlar. O məsələnin üstündə çətindir. Ya bizim yaşadığımız bu atmosferdə çətindir. Amma bu yolda insan mücahidət eləməlidir, çalışmalıdır. Çoxdur. Mən bəzi sözləri də yazmışdım, onların üstündən keçdim. Allah inşallah bu mövludu biz üçün mübarək qərar versin. Bizə kömək olsun qəlbimizdə Həzrəti Zəhra salamullahi aleyhanın, Əli ibn Əbi Talib əleyhissalamın, onların övladlarının məhəbbəti daha da çoxalsın. Və onların məhəbbətinin çoxalmağının da rəmzi budur ki, özümüzdə pak yaşasaq. Təqvaya riayət eləsək, təqva kömək eləyəcək ki, o məhəbbət daha da güclənsin. Onu aradan aparan amillərin ən başlıcası insanın günah yolunda olmasıdır. Kömək olsun ki, qəlbimizlə onları sevək, qəlbən onları sevək, dilimizlə də onların haqqını, onların fəzilətlərini deyənlərdən olaq, rəftarımızda da onlara layiq olaq inşallah və öz əməlimizlə də onlara layiq olan şiyələrdən olaq. Allahın verib Peyğəmbər ali Peyğəmbərə xatir bu məclisdə iştirak eləyənlər ki, gəliblər məclisdə iştirak edirlər, burada nəfəs alırlar. Bu məclisdə iştirak eləməyimizi inşallah qəbrimiz üçün, qiyamətimiz üçün zəxirə qərar versin və Həzrəti Zəhra salamullahi aleyhanın füyuzatından bizi daha artıq bəhrəmənd eləsin inşallah. Bir salavat zikr edirik.